Salam, hörmətli izləyicilər. Bu günlərim Kürdəmir rayonunun Çorqubalı kəndindəyim. Burada belə idi ki, vəziyyət, fövqəladə hallar baş vermişdi. Şəxsi evi su altında qalaraq uçmuşdu. Hal-hazırda müraciətlərimiz əsasında Çorqubalı kənd sakinəsi Məhərrəmovlu və Ələbbas qızının evi yanı bax tikilir. Çox sağ olsunlar, var olsunlar, hökumətimiz var olsun, ustalarımızın əlləri qolları var olsun. Hal-hazırda yanı təzə başlanıb. İnşallah 10 gün, 20 gün ərzində bu evlər təhvil veriləcək. Yəni Kürdəmir rayonunda 4 dənə öyüdür. Burası kuxunadır, bir otaqlı, bacımıza bir otaqlı evlər ki. Burası kuxunadır, burası da bir otaqlı evdir. Çəkilişi çəkdi Kürdəmir rayon təşkilatının sədri Kənan Zülfü.